Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Bakü stüdyomuzdan seslendiğimiz Azerbaycan'dan Haberler programının yeni bir bölümüyle daha karşınızdayız. Ben Özlem. Mən də Əli. Herkesi salamlayıram Özlem. Hoş gördük. Hoş bulduk Ali. Bugün 12 Mayıs Salı. Bakü'de yine yoğun bir gündem var sanırım, değil mi? Öne çıkan başlıklarında neler var? Bəli Özlem. Gündəm olduqca zəngindir. Təəssüf ki, günə bir qədər kədərli xəbərlə başlayırıq. Bugün səhər saatlarında Müdafiə Nazirliyindən verilən məlumata görə Kəlbəcər rayonunda 2 hərbi qulluqçumuz minaya düşüb. Ah, çok geçmiş olsun. Askerlerin durumu nasıl? Bir de herbi gullukşu dedin. Bu bizim Türkçemizdeki askeri personel ya da asker anlamına geliyor, değil mi? Bazen karıştırabiliyorum da. Bəli, tam olaraq elədir. Hərbi qulluqçu, yəni əskər, hərbi xidmətçi deməkdir. Xoşbəxtlikdən yaralanan əskərlərimizin həyati təhlükələri yoxdur, amma müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda hospitaldadılar və müalicələri davam edir. Hadisə ilə bağlı araşdırma aparılır. Sevindim hayati tehlikelerinin olmamasına. Bu olay o bölgelerdeki mayın tehlikesinin ne kadar ciddi olduğunu bir kez daha gösteriyor. Temizlik çalışmaları ne durumda? Ne kadar sürer bu operasyonlar sence? Bu çox çətin bir sualdır Özləm. Proses çox ləng gedir. Çünki söhbət on minlərlə hektar ərazidən gedir. Həm Azərbaycanın Mina Təmizləmə Agentliyi, yəni ANAMA, həm də ordumuzun mühəndis istehkam bölmələri gecə-gündüz çalışır. Ancaq əsas problem Ermənistan tərəfinin işğal dövründə bastırdığı minaların dəqiq xəritələrini tam olaraq təqdim etməməsidir. Bu səbəbdən də işlər kör-köranə aparılır və təəssüf ki, bu cür bədbəxt hadisələr yaşanır. Anlıyorum. Bu gerçekten işleri çok zorlaştırıyordur. Allah yardımcıları olsun diyelim. Peki gündemdeki bir diğer önemli konuya geçelim. Bakü'nün şehir içi ulaşımı ile ilgili çok köklü bir karar alınmış. Otobüsler, taksiler, metro hepsi tek bir çatı altında mı toplanıyor? Bəli, xəbər doğrudur. Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən, paytaxtda sərnişin daşıma fəaliyyəti göstərən Baku Bas Məhdud Məsuliyyətli Cəmiyyəti və Taksi Xidməti Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib. Rəsmi açıqlamada məqsədin paytaxtda ictimai nəqliyyatın idarə etməsini optimallaşdırmaq və vahid bir sistem yaratmaq olduğu bildirilir. Aslında kulağa mantıklı geliyor. Tek elden yönetim, bilet entegrasyonu, seferlerin ayarlanması gibi konularda kolaylık sağlayabilir. Bizde de İstanbul'da benzer bir yapı var ama bazı haber kaynaklarında bu karara yönelik ciddi eleştiriler gördüm. Yine de korupsiyon gibi başlıklar atılmış. Bu yine yolsuzluk demek oluyor sanırım. Neden böyle bir endişe var Ali? Bəli, yenə də elə yinə də deməkdir. Bu narahatlıqların bir neçə səbəbi var. Bəzi müxalifət dairələri və müstəqil ekspertlər, məsələn, Azadlıq və Meydan TV kimi mənbələrdə də bu səsləndirilir, bu cür böyük və gəlirli bir sahənin tamamilə tək bir qurumun əlində cəmləşməsinin idarə etməni mürəkkəbləşdirəcəyini və korrupsiya, yəni yolsuzluq risklərini artıracağını düşünürlər. Hesab edirlər ki, belə bir monopoliya şəffaflığı azaldacaq və ictimai nəzarəti çətinləşdirəcək. Çünki 3 fərqli nəqliyyat növü artıq eyni rəhbərliyin altında olacaq. Yani rekabetin ortadan kalkması ve şeffaflığın azalması temel endişeler. Peki bu birleşme vatandaşın cebine nasıl yansıyacak? Bilet fiyatlarında bir değişiklik bekleniyor mu? Hələlik qiymətlərlə bağlı rəsmi açıqlama yoxdur. Amma bu cür mərkəzləşdirmənin gələcəkdə qiymət artımlarına yol aça biləcəyi ilə bağlı da narahatlıqlar var. Digər tərəfdən hökumət bu addımın xidmət keyfiyyətini artıracağını və sərnişinlər üçün daha rahat bir sistem yaradacağını vəd edir. Zaman göstərəcək ki, hansı tərəfin proqnozları doğru çıxacaq. Anlaşıldı. Bu konunun takipçisi olacağız. Şimdi biraz da dış ilişkilere bakalım. Dikkatimi çeken bir diğer başlık, Bakü'nün Rusya devlet televizyonlarından duyduğu rahatsızlıktı. Ne oldu tam olarak? Bəli, bu da son dövrlər tez-tez qarşılaşdığımız bir vəziyyətdir. Rəsmi Bakı Rusiyanın dövlət telekanallarında, xüsusilə də siyasi müzakirə proqramlarında anti-Azərbaycan təbliğatının güclənməsindən ciddi narahatdır. Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələ ilə bağlı Rusiya tərəfinə etiraz notası verildiyi bildirilir. Ne tür bir propaganda bu? Yani somut olarak hangi yayınlar rahatsız yaratıyor?
Əsasən Qarabağ mövzusu ilə bağlıdır. Bəzi verilişlərdə Azərbaycanın ərazi təhlükəlisiliyini şübhə altına alan ifadələr işlədilir, bölgədəki qondarma separatçı rejimin keçmiş təmsilçilərinə tribuna verilir və bir tərəfli, qərəzli məlumatlar yayılır. Bu da təbii ki, Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olur. Bu, iki ölkə arasındakı müttəfiqlik ruhuna zidd bir hərəkət kimi qiymətləndirilir. Peki bu protestolar, notalar bir karşılığı oluyor mu? Rusya tarafı geri adım atıyor mu genelde? Adətən Rusiya tərəfi rəsmi səviyyədə bu kanalların müstəqil redaksiya siyasəti olduğunu bildirir. Amma hər kəs bilir ki, söhbət dövlət kanallarından gedir. Bu etirazlar dərhal bir nəticə verməsə də, Azərbaycanın öz qırmızı cizgilərini göstərməsi baxımından diplomatik əhəmiyyət daşıyır. Bu, iki ölkə arasındakı münasibətlərin nəbzini tutmaq üçün də bir göstəricidir. Anlıyorum. Gündem yine hem içeride hem de dışarıda oldukça hareketliymiş Ali. Verdiğin bilgiler için çok teşekkürler. Buyur Özlem, mən təşəkkür edirəm. Azərbaycan gündəmini Türkiyədəki dinləyicilərimizə çatdırmaq üçün bizim üçün çox önəmlidir. Kesinlikle öyle. O zaman bugünlük bizden bu kadar diyelim. Bəli, yarın yenə eyni saatda buluşmaq üzrə, hoşça qalın. Fason Radyo